Məsələ burasındadır ki, artıq mən bir 10 ildən çoxdur ki, ciddi caz musiqi ilə məşğul oluram. Hamı bilir ki, mən estrada ilə başlamışdım. Hətta Gənclik 97-nin qalibi olmuşdum. Rəhmətli İdar Əliyev bizi təbrik də etmişdi. Hətta mən İzmir festivalına da getmişdim. Və bir müddət pop musiqi ilə məşğul olanda əlbəttə hamı bilirdi ki, mən cazı sevirəm. Azərbaycanda caz vokal məktəbi yoxdur. Hər zaman fortepiano məktəbi, caz fortepiano məktəbi olub, vokal məktəbi olmayıb. Elçin müəllim, siz məni düzgün başa düşün. Bizim qonşularda, bildinizdə hansı qonşularda, orada caz vokal məktəbi var. Və hər zaman da mənə prinsip gəlir. Mən çox həddən artıq vətənpərvər bir insanam, hamı bilir bunu. Və mənə hər zaman təsir edir ki, niyə bizdə yoxdur bu? Və mən başladım bunu öyrənməyə özüm. Hətta Gürcüstana, Tiflisin çox məşhur caz vokal müəllimindən bir-iki dəfə master klass da almışam. Getmişəm onun yanına, öz cibimdən xərc eləmişəm və ondan əlavə 3 dəfə çox gözəl bir caz konsert vermişəm ki, o konsertdə dünyanın çox məşhur bas ifaçısı Lili Marfı da gətirmişəm. Hətta Bakının caz musiqiçiləri şokdaydılar ki, təranə kim bunu gətirib? Əlbəttə ki, Gürcüstanın başqa musiqiçiləri də olub. Və təsəvvür edirsiniz, o qədər, yəni hamısını öz cibimdən eləyirəm. Belə biraz primitiv səslər öz balaların boğazından kəsib eləyirəm. Təsəvvür edirsiniz, o qədər bu sənəti sevirəm və fikirləşirəm ki, mən də düşünmədim, yəni bu dərəcədə mənim qabağım kəsilə bilər. Niyə kəsdilər? Bilmirəm. Səbəbi, mən getmişəm, mən deyim sizə, neçə dəfələrlə mən, aydın məsələdir ki, mən xahiş edirəm, bizim neçə gündür danışılan bu söhbət məcrasını dəyişir. Mən Mədəniyyət Nazirinə şikayət eləmirəm. Mədəniyyət Nazirinə xeyr. Mənim məqsədli, burada onların işçisi, 4 dənə Mədəniyyət Naziri dəyişmiş, Mənzər Nurəliyevadan gedir söhbət. 4-ün də dəyişir. Bəli, dəyişir. Yəni hamısını işləmiş. O işləmiş, ancaq nədənsə elə özü orada oturan Mənzər xanıma dəfələrlə müraciət eləmişəm. Mənzər xanım, mən ad istəmirəm. Heç nə Azərbaycanı təmsil eləmək istəyirəm. Azərbaycanımızı. Mən istəyirəm ki, Azərbaycanı dünyada təmsil edim ki, bizdə də caz vokal məktəbi inkişaf eləsin. Yoxdur bizdə bu. Təsəvvür edin ki, mən bunu neçə dəfə demişəm. Mən, yəni... Nə deyirlər sizə? Hə, eləyərik. Nəsə deyək, heç nə olmur. Heç nə layiq bilmirlər? Layiq bilmirlər söhbəti deyil. Məsələ bu, siz necədir? Mən gedənlərin də Azərbaycanda caz vokal məktəbi yoxdur. Necə layiq bilmirlər? Bir-iki nəfər əgər ifa edirlərsə, bir-iki klubda yoxdur bizdə. Mən bunu əgər Gürcüstanın ən məşhur caz vokal müəllimi, hansı ki dünyada nə qədər festivallarda iştirak edən Quliko Çanturya, məni pulsuz, parasız, məni görəndə, qulaq asanda, sevəndə, evinə dəvət eləyəndə ki, təranə deyə bilmir, sən caz üçün yaranmısan. Nə vaxt istəyirsən, gəl burada, mən sənin üçün hər şeyi eləməyə hazıram. Belə bir insan, hal-hazırda mən Azərbaycanın ən məşhur caz vokalçılarla, pianoçılarla işləyirəm. Başa düşürsünüz. O boyda Lili Marx gəlib burada eləməzdi, məni müşahidə eləməzdi. Azərbaycanı kim təmsil edir ki, siz düşünürsünüz ki, siz ondan daha yaxşı, maraqlı edə bilərsiniz? Elçin müəllim, Azərbaycanda caz vokal məktəbi yoxdur. Bildim, anladım. Siz ona görə də hər hansı bir yerə gedəndə, tutaq ki, uşaqlar, məsələn, qruplar ola bilsin ki, etno caz adı ilə gedirlər. Konkret caz vokal məktəbi anlayışı yoxdur bizdə. Mən də onlara başa salmaq istəyirəm ki, gəlin, bir dəfə şəhərimizin gözəl bir məkanında, caz klub adı da olmasa, caz ifalınan yerdə, gəlin mənə qulaq asın. Mən orada duetdə oxuyuram, qulaq asın. Kvartet caz, konkret cazla məşğul oluram. Başa düşürsünüz. Bu anlamaq üçün mədəniyyət, məsələn, Mənzər xanım... Bəlkə onlara caz lazım deyil? Onlara lazım deyil, Azərbaycana lazımdır. Necə yəni lazım deyil? Mədəniyyət siyasətini onlar həyata keçirir. Yox, Elçin müəllim, bir dəqiqə. Yox, söhbət bilsiz nədən gedir? Biz əgər Vaqif Mustafazadədən danışırıqsa, hər il onun ad günü və ölüm gününü qeyd eləyiriksə və hər dəfə deyirik ki, bu ənənə bizə Tofiq Quliyevdən qalıb və bizim caz orkestrlərimiz varsa və əvvəllər bizdə Bakıdan başlayan caz sonradan başqa Qafqaz ölkələrinə yayılıbsa, hal-hazırdakı vəziyyətdə demək olar ki, onlar daha inkişaf edirsə, başa düşürsə, çünki mən Tiflisə gedib görürəm. Bilirəm, nəyi demək istəyirsiniz? Mənim bir vətənpərvər kimi şəxsiyyətimə toxunur bu. Mən anlayıram sizi, sizin narahatlığınızda bölüşürəm. Amma bəlkə onlara doğrudan deyirəm. Onlar anlamırlarsa gedib öyrənsinlər, bilsinlər. Sazı öyrətmək lazımdır, təbliğ eləmək lazımdır. Saz var, muğam da var, maşallah, necə lazımdır, təbliğ olunur. Niyə axı yalandan onda qeyd edirsiniz ki, caz, çox sağ olsunlar caz festival təşkil edenlər. Bir dənə olardı, vəssalam. Bir
Bir dənə caz festival təşkil və salam. Mən niyə görə bunu aydınlaşdırmaq istəyirəm? Bəlkə doğrudan da onların mədəniyyət siyasətində caz ikinci dərəcə. Onda belə çıxır ki, onlar Azərbaycan caz mədəniyyətinin əksinə işləyirlər. Onda belə çıxır ki... Yəni sizə şəxsən qərəz yoxdur da, sənətə var, caza. Şəxsən məsələsi deyil. Yox, bir dəqiqə. Mən əgər gedib deyirəmsə, mən Azərbaycan cazını təmsil etmək istəyirəm, bu yolla heç bir zaman mən göndərilmirəm. Niyə göndərilmirəm? Niyə? Deyim sizə. Çünki Mənzər Nurəliyevanın özünün qrupu var. Hamı bilir. Nə qrupu? Yəni özünün adamları var ki, neçə illər monopoliya yaradı bu adam. Neçə illər eyni adamlar gedirlər. Eyni adamlar gedir. Axı sən 10 dəfə onları göndərəndə bir dəfə də məni göndərsən. Cazdan da gedir, yoxsa bəli, kim gedir? Qruplar var da, müxtəlif. Özləri qoy danışsınlar, özləri danışar. Çünki onlar istəsəylər, elələri də var ki, əks olanlar var, danışmırlar. Mən istəmirəm. Göndərir onlar, niyə danışsın? Yox, mən deyim sizə. Mən özümə çox arxain bir insanam. Niyə görə? Çünki bu dəqiqə Azərbaycan ən yaxşı caz pianoçularına işləyirəm. Mən ona şübhə eləmirəm. Ona görə də, yəni, gəlsin elə bir vokalçı deyirsiniz ki, əgər varsa, çıxaq meydana, bir görək nə var, nə yox. Burada nədən gedirsə, əgər o cazı anlamırsa, onun problemidir. Geçsin, öyrənsin ki, və qonşulara geçsin, bir dəfə geçsin, Tiflisə baxsın, ya orada, düz Tiflisə də caz vokalda 2 müəllimdir, ancaq o biri, başa düşdünüz, dırnaq arası qonşunuzda elə caz vokalçılar var ki, bilirsiniz mənə necə təsir edir? New York'a qədər, New York caz klubu. Mən hətta bilsiz nə olub? Gedib deyirəm ki, məni göndərin də bir 3-4 aylıq, yarım illik master class keçim New York'da. Kömək eləyin, mən Azərbaycanın adını qaldırmaq istəyirəm. Başa düşürsünüz? Mən nə istəyirəm ki onlardan? Başqa nə istəyə bilərəm? Aydındır. Müzakirəmizi davam etdirək. Buyurun Aynur xanım. Fasilədən öncə mən qeyd etdim ki, siz dediniz ki, nə üçün çağırılmayıblar və s. və bu hadisələr başlanan anından biz 20 nəfərə yaxın, həmin dediyiniz Alma xanım, Təranə xanım, bəy, hamısının dəvət olunub və onların izahatları alınıb və daxili nəzarət şöbəsinə təqdim olunub, dediyiniz əməkdaşımız dəvət olunub, onun izahatı alınıb və bütün bu araşdırma aparılıb və onunla bağlı fakt sübutun olmamağı nəticəsində biz bununla bağlı cənab nazirə demək məruzə etmişik və bununla bağlı biz istənilən, deyilən faktları yoxlamağa hazırıq. Yəni, siz bilirsiniz, hüquqda bir prezumpsiya var, günahsızlıq prezumpsiyası. İnsanın günahı sübut olunmalıdır. Bu sübutların heç biri, yəni siz olana mənfi münasibətiniz ola bilər, siz deyə bilərsiniz ki, şəxsi nəsə bir münasibətləriniz var, amma çox xahiş edirəm, əgər bu faktlarınız varsa, bunların hamısı və yeri gəlmişkən bu predmet həm də korrupsiya ilə mübarizə idarəsinin predmetidir, hüquq mühafizə orqanlarının predmetidir və yəni bu əsas olmadan biz başqa qarşı tərəfin izzət nəfsinə, şərəf və ləyaqətinə toxunmaq hüququmuz yoxdur. Bu məsələnin bir tərəfi. İkinci tərəfi üçün mən çox təəssüf edirəm ki, biz son günlər məhz bu problemlərlə gəlirik gündəmə. Çünki birincisi, biz onu özümüz üçün aydınlaşdırmalıyıq ki, söhbət gedir 2004-2022-ci illər, düzdür? Yəni ki, burada cavabdehlik, bizim cavabdehlik dərəcəmiz nə qədərdir? Təbii ki, bunun sələfləri var və s. və s. Amma bu cavabdehlik dərəcəsi var, düzdür? Əsasən problemlər buradan gedir. Amma çox təəssüf ki, bu an əldə tutulası olan, deyilən, yəni siz jurnalistsiniz, siz bilirsiniz ki, faktlara əsasən danışmaq lazımdır. Bu faktlar, kimsə dedi mənə, kimsə mənə dedi ki, bu belə oldu, məni sevmədilər, məni bəyənmədilər və s. Bu, bir qədər profesional yanaşma deyil. Tədbirlərdə işıqlandırmağa gəldikcə, məsələn, siz dediyiniz janrı xatırlatdınız, amma məsələn, bizim beynəlxalq tədbirlərdə İsfar Sarabs kimi, Salman Qəmbərov kimi, sonra kifayət qədər elə Sevda xanım, Sevda xanım caz vokalçı deyil. Yəni ki, bu janrlarla bağlı müxtəlif insan... Yəni biz indi bu saat terminologiya ilə sizlə... Biz caz vokaldan danışırıq. Biz terminologiya ilə sizlə çox uzun müddət... Ayrı ixtisaslarda axı. Terminologiya ilə... Sizin deyin ki, nəfəsli alətlər, simli alətlərin içəsi aiddir. Gəlin, bu... 70-ə yaxın alət var. Görürsünüz, xanım özü də başa düşmür, caz vokal nədir? Yəni, partapiyan... Tamam, başqa şeylər. Yox, siz doğrudan da anlamırsınız. Çünki mən 15 dəqiqə danışdım, siz hələ də anlamadınız ki, mən nədən danışım.
yaxşı, üzr istəyirəm, o ki qaldı etno məsələsi, hər bir konsertimdə xalq mahnıları olub. Laçın olub. Mən demirəm olmayıb, mən qulaq asmışam. Yəni caz konsertimdə olub, yəni caz konsertimdə də. İndi siz deyirsiniz, mən Salman müəllimi o qədər çox sevirəm ki, siz nə danışırsınız? Vokallara, fortepiano dedim, məktəbi var, əvvəlcədən dedim. Siz mənə qulaq asmadınız mı? Salman müəllimi deyirsiniz ki, o cazmen deyil. Cazmen deyil, Salman müəllim. Siz nə danışırsınız? Söhbət nədən gedir? Siz başa düşmə, caz vokaldan gedir. Söhbəti başqa tərəfə, söhbəti bir dəqiqə, söhbəti xahiş edirəm, başqa məcraya yönəltməyin. Bir dəqiqə, mən diqqət, siz təzədən dinləyin məni. Mən deyirəm, Azərbaycanda caz fortepiano məktəbi var, vokal yoxdur, xahiş edirəm. Bir daha əgər anlamadınızsa, üçüncü dəfə deyirəm. Azərbaycanda fortepiano məktəbi var. Salman var, müəllim var, İsvar Sarabski var, Elçin Şirinov var. Çox möhtəşəm musiqiçilərimiz var. Çox möhtəşəm. Caz vokal problemi var bizdə. Xahiş edirəm. Dördüncü dəfə təkrar eləmək lazımsa deyim sizə. Elçin müəllim, çox xahiş edirəm ki, yəni əgər etik davranış gözləniləcəksə və mənim intellektual imkanlarım şübhə altına alınacaqsa, mən onda burada müzakirədə olmayayım. Yox, sadəcə aydınlıq gətirir ki... Yox, sadəcə olaraq bu danışıq tərzi... Siz mənə qulaq asmazsınız. Bu danışıq tərzi qəbul olunmazdır. Demək, mən dövlət konsertləri ilə bağlı, ümumiyyətlə konsertlərlə bağlı mən istəyərdim aydınlıq gətirməyə. Bu böyük bir resursdur. Və biz mədəniyyəti təbliğ edən, Azərbaycanın milli kimliyini beynəlxalq arenada təbliğ edən bir resursdur. Və bu resurs təbii ki, bunun özünün məhdud imkanları olur. Burada konsert proqramı təşkil olunanda, yəni mən bu dəfələrlə qeyd etmişəm, konsert proqramları təşkil olunanda bu bir nəfərin kaprizi ilə, bir nəfərin istəyi ilə olunmur. Müxtəlif bədii ekspert şuraları olur və biz onu qiymətləndiririk. Və burada, məsələn, il ərzində bizim 10-20 iri, məsələn, konsertimiz, fəaliyyətimiz ola bilər. Düzdür və burada haradasa bir 10-12 nömrədir. Və bunların böyük bir hissəsi bizim klassiklərdir. Bizim Fərhad Bədəlbəylidir, Murad Adıgözəlovdur, İsvar Sarabskidir, piyanoçularımız və s. Alim Qasımovdur, Muğam. Yəni ki, bu insanlar, bunlar siz yəqin ki, bunu razılaşarsınız ki, bu təməl Azərbaycan mədəniyyətinin indiki daşıyıcı, təməl daşıyıcılarındandır. Proqramın bir hissəsi bu klassiklərimizə ayrılır və müəyyən bir hissəsində biz gənclərə də yol verməliyik. Düzdür, onlara səhnə yaratmalıyıq. Gənc siz neçə yaş deyirsiniz? Yəni ki, gənc kollektivlər, yəni gənclikdən çıxıb tərəfə. Yox, yəni ki, mən bu qalan hissənin, Elçin müəllim, bu qalan hissənin... Çünki konstitusiyaya görə 30 yaşda bitir gənclik. Elçin müəllim, demək bu qalan hissədə biz həmin dediyiniz o bütün palitranı əhatə eləməliyik. Saz sənətini əhatə eləməliyik, caz, etno-caz, xanımın dediyi və s. və s. Bunlar hamısı əhatə olunur. Buna görə də biz rotasiya prinsipi ilə son 3 ildə siz bizə deyin ki, stabil kimlər, hansı insanlar, axı, yəni bunu biz hər dəfə müzakirə edirik. Hər dəfə bu konsertin konsepsiyası müzakirə olunur, formatı müzakirə olunur. Aydındır. Və bunu gətirib, yəni mən doğrudan çox təəssüf eləyirəm ki, Mədəniyyət Nazirliyi bu an hədəfdədir və bunu mən başa düşə bilmirəm ki, nə üçün? Azərbaycan mədəniyyətinin kimliyinin daşıyıcısı olan, İcazə verirsiniz deyərəm. İlk dəfə olaraq Azərbaycan mədəniyyəti dili, Azərbaycan dilini mədəniyyət faktoru kimi gətirir. İlk dəfə olaraq Mədəniyyət Nazirliyinin koridorlarında təmiz, bizim rəhbərlikdən tutmuş, təmiz kristal Azərbaycan dilində nitq eşidilir. Ona görə koridor dediniz? Dəhlizlərində. Ya, bax, elə oradan başlayaq. Mədəniyyət Nazirliyinin öz saytında nə qədər Azərbaycan dilində problemlər var. Mən heç kim naziriyə qarşı deyil və nazirliyin də, nə nazirin də fəaliyyətinə qarşı deyil. Mən indi sizə... Necə? Eşidirəm sizə. Mən sizə indi, siz Bakı Dövlət Universitetində jurnalistikada dərs demişsiniz və kommunikasiya məsələlərini tələbələrinizə öyrətmişsiniz. Amma Aynur xanım, mənim bu sözümü çox səmimi qəbul edin, sizin özünüzün kommunikasiyada problemləriniz var. Baxın, Baku TV olaraq biz istənilən dövlət qurumunun, bax, burada hətta eksperiment eləyə bilərik, burada hüquq mühafizə orqanları da başda olmaqla, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Mətbuat Xidmətinə əlaqə saxlayanda təxminən ikinci zəngdə ya cavab verəcəklər, ya yazacaqlar ki, geri dönüşümüz var və bu baş verəcək. Amma bizim dəfələrlə mövzular olubdur. Aynur xanım, sizin şəxsən özünüzün bir əlaqəyə girmək böyük bir problem. Zəhmət olmasa yığın indi zəng gelin. Bircə dəqiqə. Gəlin yoxla eksperiment eləyək. Yox, eləyəcək, mütləq eləyəcək. Mən həmişə eləyirəm. Mən eksperimentlər eləməyə burada ehtiyac yoxdur və mən həmişə də istənilən vaxtda eləməyə hazıram. Sizin özünüzün belə və ümumiyyətlə Mədəniyyət Nazirliyinin bu dəqiqə çox ciddi kommunikasiya problemi var. Həm sosial media ilə,
Sosial media ilə çox zəif işləyirsiniz. Baxın, indi adamların deməyə də haqqı var. Tamam, tədbirlərə çıxardılmır. Oldu mu? Oldu mu? Demirsiniz, rotasiyadır, məhduddur saylar. Mən anladım. Amma başqa bir təbliğat üsullarınız var. Tutaq ki, sizin YouTube kanalınız var. Tutaq ki, sizin Facebookunuz var, Instagramınız var. Ora düşməyənləri burada təbliğ eləmək olar. Ki, o da hiss eləsin ki, yox, mənə də münasibət var. 2 ildən sonra, 1 ildən sonra mən də ola bilərəm. Mümkündürmü? Mümkündür. Və yaxud da siz deyirsiniz, indi bizə qədər olubdur, bizə qədər olanlara biz məsuliyyət daşımırıq. Məlum olub ki, xanım elə hamı ilə işləyibdir.